Dəhşətli qətl hadisəsi Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi dayandığımız bu ünvanda qeydə alınıb. Şəhər sakini Pərviz Tağıyev həyat yoldaşı Gültəkin Tağıyevanı qətlə yetirməkdə şübhəli bilinir. Nəvəmdir, qız nəvəm. Səhər anası qapını bağlayıb çıxıb gedib işə. Heç problem olmuyor. Uşaq zəng gəlib bir dəfə ki, döyürmə, öldürür, gedib uşaq götürüb gəlmişik, gedib avadanlığını götürüb gəlib dünən. Düyünləri səhər gəlib, uşaq yatdığı yerdə 5 dənə patronun boş, 8 patron olub daraqda, 5'in boşaldı. Belə Allahsızlıq olmaz. Belə nüsibət olmaz. 2 ayın gəlinidir. Əslində mən Çaylıya gəlirdim, orada cümə axşamı var idi, ora gəlirdim. Yoldan da elə eşitdim, zəng olundu ki, bəs belə bir hadisə olub. Mən də elə tez gəldim, gördüm elə qohum məğrəbi hamısı yığışıb bu hadisə ilə əlaqədar. Oğlan evinə bunlar deməli dayı qızı bir oğlu idilər. Hər ikisi nəvəmdir, hər ikisi nəvəmdir. Evlərində nə problem olub, öz ailə problemidir, ailə problemi. Yox, bilməmişim, ailə problemi bilməmişim. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayon sakini əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş. Lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunan Pərviz Tağıyev qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə Gültəkin Tağıyevaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Pərviz Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.